Allah rəhmət eləsin, Rövşən Davadır, Meşəliyə, o dağdan gəldi. Mən burada sağlayam. Mənim əsgər yoldaşlarım sağlayam. Mənim döyüşüm olmuşlar sağlayam. Əzizsən də əyilməyən vüqarımsan, uçağına canım qurban Azərbaycan. Savaşlardan alnaçı çıxan zaman, tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan, torpağına canım qurban Azərbaycan. Hər hansı bir şeydən rüşvət almaq vətənə xəyanətdir. O adam bir dənə cəzası var, ölüm. Hamı bilir ki, heç kim olmayanda mən tək Qarabağda buluşmuşum. Tək. Onu da hamının yanında deyə bilərəm. O Qarabağlar da bilir, nə bilim, bu sərhəd kətlərdir. Lan mən heç mən icazə verəmərəm. Ya buna imkan verəmərəm ki, məni ləkələsin, məni vətən xainliyi damğası qoysun. Burada oturan uşaqların hamısı 100 bölüm gör. Çoxu yaralıdır. Bunlar ona görə riskə gediblər ki, indi bunların üstündə vətən xainliyi damğası qoysunlar. Bunun Allah götürənlə mən. Rövşən son sözü, onun mən dəftərçəsini vərəqləyərək sonra onun son sözünə rast gəldim. Ən axırıncı vərəqəsində onun son sözü yazılmışdı. Vətən üçün ölmək, mərd üçün səadətdir. Nida işarəsi. Azərbaycan, ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına